Salam əziz şagirdlər. Bugünkü videomuzun mövzusu tezisdir. Bilirsiniz ki, tezis hər buraxılış imtahanının düşən sual tipidir. Əlavə sınaqlara getdiyiniz zaman OTEK-ın sınağı olsun və yaxud da digər sınaqlarda da tezis sualını görürsünüz hər buraxılışda. Bəs bu tezis sualı hansı formada düşür? Bunu necə yazmaq lazımdır? Bununla bağlı mən videoda ətraflı izah verəcəm sizə. Gəlin bu izaha keçməzdən öncə tezisin düşdüyü buraxılış imtahanlarına baxaq və tezis sualının formatına baxaq. Deməli, birinci burada 2024-cü ilin 3 mart buraxılışını gətirmişəm ki, deməli, mətnimiz kəhriz, Azərbaycanda kəhrizlər idi və bununla bağlı düşüb 57-ci sualda tezis. Yəni, bu əslində tezis cədvəlidir uşaqlar. Müddəanı siz yazmalısınız, bir də faktı siz yazmalısınız. Adətən necə olur? Birinci faktı özləri verir və yaxud burada məsələn ikinci fakt var, bunu da özləri verib. Birinci, ikinci faktlar tutalım verdilər və yaxud sadəcə birinci faktı verirlər. Müddəanı bu faktlara əsasən tapırsınız. Bir də növbəti bir faktı siz əlavə edirsiniz və yaxud belə də ola bilər. Müddəanı özləri verir. Burada verir müddəanı özləri. Faktları mətndən siz tapırsınız. İndi bu tip sualları düzgün yazmaq üçün təbii ki, mən izah eləyəcəm. Yenə baxırıq. 10 mart 2024-cü il buraxılışında qeyri-adi imperatorluq mətni ilə bağlı tezis düşüb. Onu da burada göstərmişik. 2023-cü ilin 5 martında telekinez mətnində bu 2023-cü ildə hər kəs şikayət edirdi. Bu telekinez mətnindən çox çətin olduğunu deyirdilər. Yəni belə bir çətin mətndən də yenə tezis cədvəli burada düşüb. Yenə fikir verirsinizsə, birinci faktını verib özləri, siz o fakta istinad eləməlisiniz. Buradan bir müddəa çıxartmalısınız və növbəti faktı da siz yazmalısınız. Daha sonra 12 mart 2023-cü ildə gələcək nəsilləri necə qoruya bilərik mətni düşüb. Yenə onunla bağlı müddəa faktı məsələsi verilib. Deməli, uşaqlar, bu mətnlər sizə çox güman ki, tanış gələcək. Niyə görə? Çünki bu test toplularına artıq salınıb bu mətnlər. Yəni, əvvəlki illərin buraxılış mətnləri test toplularının içərisində var. Sonra yenə burada bir müddəa cədvəlimiz. 14 aprel 2024-cü ildə olan buraxılış imtahanı. Bu niyə apreldədir? Çünki məzunlar üçün olandı bu. Əvvəlki illərdə məktəbləri bitirən uşaqlar üçün olan imtahandır. Və orada da təbii süni ağaclar düşüb, onunla bağlı da yenə müddəa faktı məsələsi. Baxın, yenə görürsünüz, eyni sistemlə gedir hər iki. Birinci faktı verib, müddəanı sizdən istəyir, bir də ikinci faktı sizdən istəyir. Daha sonra ötən tədris ilində 9 martda düşən buraxılış imtahanı. Mətnimiz Şumerlərin yaratdığı tufan əfsanəsi dünyaya necə yayıldı mətnidir. Bununla bağlı müddəa, burada isə müddəanı verib, sizdən faktları istəyir. Ya da ki, bu sadəcə, məncə burada heç müddəanı verməmişdir, sadəcə cədvəl belədir. Belə uşaqlar, indi baxırıq bu tezis nədir, onu necə tapa bilərik, necə yazmalıyıq, mən bunun izahını verirəm sizə. Deməli, tezis haqqında bəzi şeylərə baxaq. Tezis nədir? Geniş məlumatın qısa ifadəsidir. Baxın, xülasə deyil, bu xülasə ilə qarışdırmayın. Xülasə sanki mətnin özəsinə danışırsınız, elə bir şeydir. Tezisdə isə geniş məlumatlar, faktlarla verilən məlumatlar görürük və onun qısa bir cümlə şəklində ifadəsinə tezis deyilir. Tezis maksimum şəkildə ümumi olmalıdır. Tezis bizim gəldiyimiz qənaətdir, nəticədir, fikirdir. Yaxşımı? Deməli, geniş məlumatın qısa ifadəsidir. Daha sonra başqa belə bir izah verə bilərik ki, mətndən bəzən olur ki, məsələn, tezisi sizdən istəyir, bütün mətninə bax və tezis çıxart. Bəzən istəyir, nə bilim, birinci, ikinci abzaslardan çıxart. Bəzən deyir, əsas hissədən çıxart. Yəni, ümumi olaraq, əgər belə deyirsə, biz deyə bilərik ki, mətndə əsas fikrin seçilməsi də tezis adlanır. Tezis mütləq və mütləq faktlarla isbat olunmalıdır. Yaxşımı? Yəni, doğruluğunu biz isbat edə bilmiriksə, tezis olmamalıdır. Mütləq faktlarla isbat edilməlidir.
Sonra uşaqların ən böyük elədiyi səhvlərdən birisi tezisi söz birləşməsi şəklində yazmaqdır. Söz birləşməsi şəklində yazanda, yəni biraz uyğunsuz olur, uşaqlar düzgün yaza bilmirlər. Ona görə unutmayın ki, tezis mütləq cümlə şəklində yazılmalıdır. Yəni söz birləşməsi şəklində əsla və əsla yazmayın. Baxın, altını da belə bir qaralayıram ki, diqqətli olasınız. Mütləq cümlə şəklində yazılmalıdır. Daha sonra indi sizin bu çıxardığınız fikirdə fərz edin mətndən bir fikir çıxardınız. Onun təbii ki, faktlarını da mütləq mətndən götürməlisiniz. Yəni əlavə bildiyiniz bilgilərə, mətndən kənar bilgilərə istinad etməməlisiniz. Mütləq faktlar mətndən götürülməlidir. Daha sonra yenə edilən ən böyük səhvlərdən birisidir ki, uşaqlar bəzən bunu sillogizmlə filan qarışıq salırlar. Burada tezisimizi, yəni çıxardığımız qənaəti, çıxardığımız fikri isbat edəcək əgər bir neçə fakt varsa, məsələn, ən azı fərz edin 2 fakt var, düzdürmü? Məsələn deyirəm də, 2 fakt varsa, hər fakt öz növbəsində tək başına isbat etməlidir bizim çıxardığımız fikrim. Bunun da indi nümunələrlə izahını verəcəm və edilən səhvləri deyəcəm. Sonra tezis yığcam və ümumi olmalıdır, detallardan uzaq olmalıdır. Yəni nə deməkdir bu? Bəzən olur ki, uşaqlar tezisdən faktlara yer verirlər və yaxud nəsə detallara yer verirlər də. Baxın, o tip şeylərdə eləmək olmaz. Yəni yanlışlığa gətirib çıxarar. Gəlin balaca bir mətnə baxaq və ondan bir tezis çıxardaq. Deməli, mətnimiz budur. Bunu belə biraz balaca da. Bunu birinci oxuyun, amma mən yenə də sizin üçün səsləndirirəm. 44 günlük vətən müharibəsində Azərbaycan əsgərləri misilsiz igidlik nümunələri göstərdilər. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə minlərlə əsgər canından keçmək bahasına torpaqlarımızı işğaldan azad etdi. Şuşa döyüşündə əsgərlərimiz sıldırım qayalıqlardan dırmaşaraq şəhərə daxil oldular. Bu isə dünya hərb tarixində nadir görülən qəhrəmanlıq nümunəsidir. Milli qəhrəmanlarımız Mübariz İbrahimovun tək başına düşmən səngərinə girərək göstərdiyi cəsarət, Polad Həşimovun şəhidliyi isə xalqımızın yaddaşında silinməz iz buraxıb. Deməli, mətnimiz bu balaca mətindir. Özüm belə birisini yaratdım ki, siz tez oxuya biləsiniz. İndi baxın, bu mətnə baxırıq. Oxuduq da bu mətni, düzdürmü? İndi buradan bir fikir çıxardırıq. Mən baxıram ki, məsələn, bu hissələrdə Azərbaycan, yəni ümumi olaraq əsgərlərinin qəhrəmanlığından danışıb. Sonra burada məsələn Mübariz İbrahimovu vurğulayıb, Polad Həşimovu vurğulayıb. İndi mən buna əsasən təbii ki, mən müddəamda Mübariz İbrahimov və Polad Həşimovun adlarını çəkməyəcəm və yaxud burada məsələn Cəbrayıl, Füzuli, Zəngilan kimi detallara yer verməyəcəm müddəamda. Maksimum şəkildə ümumi olacaq. Siz yuxarıda müddəa fakt məsələsini gördünüz də, yəni tezis cədvəlini gördünüz. İndi fərz edin sizə elə bir cədvəl versəm, məsələn də, yəni belə bir şey ilə burada siz müddəanı eləməlisiniz. Burada da birinci faktınız, ikinci faktınız və üçüncü faktınız olmalıdır. İndi mən mətni oxudum və həmin mətndən necə bir müddəa çıxardıram? Məsələn, müddəam budur ki, Azərbaycan oğulları, bir dəqiqə Azərbaycanı tam yazım, ürəyimə sinmədi. Azərbaycan oğulları, qısa yazmağa çalışırdım deyə. Azərbaycan oğulları igiddir, qəhrəmandır deyə bir fikir çıxardıram. Deməli, Azərbaycan oğulları qəhrəmandır. Belə bir fikir çıxartdıq. İndi bunu isbat edirik. Faktlarımız nələrdir? Məsələn, birinci faktımız budur. 44 günlük vətən müharibəsində Azərbaycan əsgərləri misilsiz igidlik nümunələri göstəriblər. Birinci faktımız bu olur. İndi bunu götürüb buradan yazırsınız da. İndi cədvəl veriləndə elə yazırsınız. Birinci fakt 44 günlük müharibəni yazırsınız. İkinci fakt, yəni axı sizin fikriniz gərək ən az 2 dənə faktla isbat olunsun. Azərbaycan oğulları qəhrəmandır. Başqa necə isbat eləyə bilərsiniz? Mübariz İbrahimovu götürüb yaza bilərik burada. Mübariz İbrahimov düşmən səngərinə tək başına gedib, hücum edib. Həmin o cümləni yazırsınız və doğrudan da bu cümlə ilə isbat etmiş oluruq ki, doğrudan da Azərbaycan oğulları qəhrəmandır. Çünki Mübariz İbrahimov tək başına baxın səngərə hücum edib. Daha sonra Polad Həşimov
Polad Həşimovla bağlı olan o cümləni yazırsınız ki, Azərbaycanın bütövlüyü uğrunda canından keçmişdir. Belə. Və bununla da sizin müddəa fakt cədvəliniz artıq hazır olmuş olur. İndi təbii ki, mən yenə gedəcəm buraxılışda düşən mətnlərə də baxacağam. Bax, bunu da belə bir ekrana gətirirəm ki, bunu da unutmayın. Bu arada belə bir şey də deyəcəkdim sizə ki, ən böyük edilən səhvlərdən birisi, məsələn, hər fakt yazmışıq. Burada ayrıca tək başına tezisimizi isbat etməlidir. Yəni, nədir bu? Uşaqlar adətən, məsələn, belə bir səhv edirlər. Məsələn, müddəaya yazırlar. Müddəa fəzilini belə bir şey yazırlar. Mübariz İbrahimov və Polad Həşimov qəhrəmandır. Görürsünüz, biraz detala yer verdik də, düzdürmü? Maksimum ümumi yazmalıydıq əslində. Fərzini belə bir müddəa yazıblar. Bunun birinci faktı nə olacaq? Birinci faktı bu olacaq ki, Mübariz İbrahimov düşmən üzərinə hücum edib. Düzdürmü? Həmin cümləni yazacaq. İkinci faktda bu olacaq ki, Polad Həşimov Azərbaycan bütövlüyü uğrunda şəhid olub. İndi axı belə olmaz. Gərək müddəada belə detallara yer verməyəsən axı. Və buradakı sizin faktınızın biri məsələn belə olurdu. Mübariz İbrahimov düşmən səngərinə tək başına hücum edib. Bu hissə, baxın, bu hissə sadəcə müddəanın burasını izah etmiş olur. Yəni, bütünlüklə müddəanı isbat etmiş olmur. Polad Həşimov olan hissəsi qalır havada. Yəni, bunu isbat etmiş olmur. Və yaxud Polad Həşimov hissəsi də buranı izah edir. Mübariz İbrahimov olan hissə qalır. Yəni, belə də olmamalıdır. Onun üçün nə etməlisiniz? Detallara yer verməməlisiniz, bunu çıxartmalısınız, bunu da çıxartmalısınız. Ümumilikdə yazmalısınız, Azərbaycanın oğulları mərd olur. Və belə yazdıqda hər fakt müddəanı tək başına artıq izah etmiş olur. Məsələn, bu formada saxlasaq, buradakı müddəalar ikisi birləşib bunu isbat etmiş olacaq. Amma bizə eləsi lazım deyil. Hər birisi tək başına isbat eləməlidir də. Ona görə də nə etməlisiniz? Müddəada, fikirdə çıxarılan nəticədə detallardan qaçmalısınız. Yaxşımı, xüsusilikdən qaçmalısınız. Mütləq ümumi ifadə eləməlisiniz. İndi gəlin buraxılış mətnlərinə baxaq. Görək orada necə düşüb sual tiplərin. Deməli, 3 martda 2024-cü ildə olan Azərbaycan kəhrizləri bir mətn var idi. Bu mətndə yəni həmin bu kəhrizlərin əhəmiyyətindən filan danışırdı və burada 57-ci sualda düşüb. Fikir verirsinizsə, burada sizi bütün mətni oxumağınızı istəmir heç. İkinci, üçüncü abzası oxumağınızı istəyir. Deyir 2 və 3-cü abzaslar əsasında cədvəli doldurun. Uşaqlar, bu arada sizə belə bir ipucu da verim. Əksərən belə olur ki, gedin həmin o müddəa fakt məsələsini tapın. Burada tapdığınız faktınızı, əkin sahələrini kəhrizlər vasitəsilə suvarırlar. Fərz edin, heç sizə abzası verməyib. Və siz bu faktı oxudunuz. Sonra bu faktı da oxudunuz. Gedin, axtarın, görün, bax, bu fikirlər mətnin hansı hissəsində verilib. Və həmin hissəni oxuyun. Elə sizin həmin o 3-cü faktınız da həmin hissədən çıxacaq. Daha bütün mətni oxumağınıza ehtiyac qalmayacaq. Və burada biz gəldik, 2-ci, 3-cü abzasları oxuyuruq. Burada məsələn nədən danışır? Kəhriz lağımı daş və ya bişmiş kərpiclə hörülür. Təmiz kəhriz suyundan əhalinin su təchizatında, xüsusilə də əkin sahələrinin suvarılmasında istifadə olunur. Kəhrizlər fəsillərdən asılı olmayaraq müntəzəm şəkildə eyni miqdarda sərin su verir. Yəni, baxın, bu abzası oxuyursunuz. Mən belə də saxladım ki, siz oxuyasınız. Daha sonra baxın, görürsünüz, burada yazılıb. Ordubadakı kəhriz lağımlarında tikilən xüsusi yerlərdə müxtəlif ərzaqlar saxlanılır filan. İndi biz buranı oxuyandan sonra fikir verdik ki, orada kəhrizlərin əhəmiyyətindən danışır. Məsələn, birində deyir, əkin sahələrini suvarır. Digərində deyir ki, kəhriz lağımlarında xüsusi yerlərdə ərzaqlar saxlayırmışlar. Və bir hissəsində də deyir ki, içməli su ehtiyatı kimi istifadə edilmişlər. Baxın, burada altına xətt çəkirəm. O zaman sizin 3-cü faktınız nə olacaq? İçməli su ehtiyatı kimi istifadə edilir. Belə. İndi müddəanız nə olacaq? Müddəanızı təbii ki, burada götürüb yaza bilməzsiniz. Tutalım, belə bir müddəa yazmaq olmaz. Kəhrizlərdən
əkin sahələrində, sonra müxtəlif ərzaqların saxlanılmasında içməli su ehtiyatında istifadə edilir. Belə ümumi yazmaq, xüsusi yazmaq olmaz. Çünki bunlar gərək axı tək başına isbat eləsin, üçü birləşib isbat etməsin. Və ona görə ümumi yazmalısınız. Nə yazacaqsınız? Kəhrizlərin əhəmiyyəti böyükdür. Məsələn, belə bir şey. Olur sizin müddəanız. Başqa nə yaza bilərik? Kəhrizlərin əhəmiyyəti böyükdür. Məsələn, belə bir müddəa yazmaq olar ki, kəhrizlər müxtəlif məqsədlər üçün istifadə edilir. Kəhrizlər müxtəlif məqsədlər üçün istifadə edilir. Ümumidir də gəldiyiniz qənaətdir. Müxtəlif məqsədlər. Nədir müxtəlif məqsəd? Biri əkin sahələrinin suvarılması, biri ərzaqların saxlanılması, biri də içməli su ehtiyatı kimi. Sonra kəhrizlərin xalqın həyatında rolu çoxdur kimi də bir fikir yaza bilərsiniz. Belə uşaqlar. Sonra keçdik 10 Mart qeyri-adi imperatorluq mətninə. Orada da yenə görək nə düşüb. Deyir, imperator siyasi bəyanatlar hazırlayır. İmperator bir sıra ölkələrinin nümayəndələri ilə diplomatik görüşlərdə iştirak edir. İndi nə edirsiniz? Bilmirsiniz sual hansı formadaydı da. Düzdür, mənə isə də deyir ki, 57-ci sualda müddəa faktı məsələsini düzəldin, tapın. Bunlar harda yazılıb? Gedin həmin hissəni tapın. Və oradan çıxacaq elə sizin növbəti faktınızdan. Baxırıq, baxın bu 5-ci hissə. İmperator şənbə bazar günləri paytaxta gəlir, siyasi bəyanatlar hazırlayır. Baxın, həmin o siyasi bəyanatlar hazırlama hissəsini yazıb bura fakt kimi. Başqa mikro dövlətlərin liderləri ilə məktublaşır. Bunu da yazmışdı burada, düzdürmü? Diplomatik görüşlərdə iştirak edir yazmama. Sonra yazırıq ki, Atlantiumun ABŞ, Singapur və İsveçrədəki təmsilçiləri ilə ölkə daxili məsələləri müzakirə edir. Bir sıra ölkələrin nümayəndələri ilə mütəmadi olaraq diplomatik görüşlərdə iştirak edir. Bunu götürüb yazmışdı. Hər ilin oktyabr ayında Atlantiumun tərəfdarları, vətəndaşları və təmsilçiləri ilə görüşür. Burada imperatorun gördüyü işlərdən danışdı da, düzdürmü? Bax, bu imperator olacaq şəxsin gördüyü işlərdən danışdı. Və təbii ki, məişətli gördüyü iş yoxdur, ölkə əhəmiyyətli gördüyü işlərdən danışıb. O zaman sizin müddəanız nə olacaq? Elə faktı da oradan götürəcəksiniz. Müddəanız bu olacaq ki, imperator, qısa yazıram, imperator ölkə üçün xüsusi işlər görür. Düzdürmü? Məsələn, belə bir müddəa yaza bilərsiniz, fərz edin. İndi növbəti başqa nə yaza bilərik, onu da deyəcəm. Üçüncü bir faktınızı da buradan yazırsınız ki, bəs bu Atlantium, ABŞ, Singapur, İsveçrədəki təmsilçilər. Bax, həmin o cümləni bir dəqiqə. O cümləni seçsiniz, yazsınız bura. Belə, müddəamız da bu oldu. İndi təbii ki, müddəa bir olmur da, fərqli formalarda da ümumiləşdirmək olar. Başqa necə ümumiləşdirmək olar? Bunun elə cavabı burada var idi, olmalıydı. Yoxsa özümüz bir başqa fikirləşək, nə yaza bilərik. Deməli, tutalım, ölkə üçün xüsusi işlər görür. Burada fikir verirsinizsə, daha çox onun siyasi işlərindən danışdıq. Məsələn, bəyanatlar hazırlanmasından, başqa ölkələrlə görüşməsindən danışdıq. O zaman belə də ümumiləşdirə bilərsiniz ki, imperator bəs dövlətin siyasəti ilə maraqlanır, siyasi işlərini həyata keçirir. Sonra imperator böyük səlahiyyətlərə sahibdir. Yəni o qədər böyük səlahiyyətləri var ki, bəyanatlar hazırlayır, başqa ölkələrin nümayəndələri ilə görüşür, sonra məktublaşır, ABŞ, Singapur və yaxud burada görüm o cümlə necə idi, İsveçrədəki təmsilçiləri ilə ölkə daxili məsələləri müzakirə edir. Belə ümumiləşdirdiniz, yazdınız uşaqlar. İnşallah ki, buraxılışda da yazarsınız, mətniniz tam bal olar. Sonra gəldik telekinez mətninə. Bu telekinez mətnində yenə o bayaq dediyim kimi ən çətin düşünülən mətnlərdən birisi idi. Niyə görə çətin götürülürdü uşaqlar? İndi təbii ki, bu tip çətin mətnləri uşaqlar öyrəşib. Amma əvvəl Dimin konkret bir vəsaiti yox idi. Mətnlər inanılmaz sadə idi Dimin öz kitabında. Ona görə birdən-birə uşaqlara gətirib belə çətin mətn saldılar və uşaqlar da çaşbaş qalmışdı imtahanda. Belə, buradakı müddəanı da izah edim, qalanına özünüz baxarsınız. Deməli, deyir ki, birinci faktı verir. Beynimizdəki maqnit sahəsinin təsir gücü çox zəifdir. Belə bir fakt verib. O zaman gedirik.
Həmin hissələri oxuyuruq. Görək hardadır. Və bu arada uşaqlar, bu mətndə ümumi nədən danışılır? Bəs güya insanlar inanırlar ki, beynin gücü ilə əşyaları hərəkət elətdirmək mümkün olacaq. Və burada da indi bu mətn boyunca da izah edir ki, əslində yəni beynin maqnit gücü o qədər zəifdir ki, əşyaları hərəkət etdirmək olmaz da bunu isbat etməyə çalışır. Bu da təxminən baxın buralardadır. Məsələn deyir ki, belə ki, beyindəki elektrik axını sadəcə 1 nanometr miqdarındadır. Götürüb onu yaza bilərsiniz. Əgər beynimizdəki 100 milyarda qədər neyron hamısı eyni vaxtda çalışsa, yenə də heç bir şey olmaz. Və sizin müddəanız nə olur? Beynin gücü ilə əşyaları hərəkət etdirmək olmaz. İsbat edirik də bunu, hərəkət etdirmək olmaz. İsbat edirik, belə bir qənaətə gəlmişik ki, beynin gücü ilə əşyaları hərəkət etdirmək olmaz. İsbat edirəm o zaman bunu. Çünki deyirəm ki, beynimizdəki maqnit sahəsinin təsir gücü çox zəifdir. İkinci faktımızı burada mətnin altından təzə xətt çəkəcəm. 1 nanometr miqdarındadır elektrik axını. 1 nanometr miqdarındadır. Bunu yazırsınız. Bir də ki, beynimizdəki 100 milyarda qədər neyron hamısını eyni vaxtda çalışdırsaq, yenə də sadəcə bir LED lampanı qısa zaman ərzində işıqlandıra bilərik deyir və buradan da həqiqətən isbat edirik ki, doğrudan da hərəkət etdirmək mümkün olmaz. Sonra növbəti mətnimiz gələcək nəsilləri necə qoruya bilərik mətnidir. Bunu belə saxlayıram. Bunu oxuyursunuz uşaqlar. Və buradan müddəa məsələsini siz özünüz tapıb yazırsınız. Yorumlarda da yazarsınız, mən baxacağam. Sonra 14 aprel məzunlar üçün düşmüş təbii süni ağaclar. Yenə buradan da oxuyursunuz. Mətni oxuyursunuz və buradan bunun cavabları da bu hissədə var. Buradan müddəanı yazırsınız və faktları yazırsınız. İndi siz düşünün, mən bunun cavabını burada göstərim. Belə. Sonra Şumerlərlə bağlı da düşmüş belə bir mətin. Və bu buraxılışda mənim şagirdim 100 yazıb məni sevindirmişdi. Sağ olsun, buradan Altayı salamlayıram. Deməli, Şumerlərin yaratdığı tufan əfsanəsi dünyaya necə yayıldı? Yenə buradan müddəanı verib faktları siz tapırsınız uşaqlar. Belə. Bu qədər dərsimiz. Ümid edirəm ki, başa düşmüş olarsınız və əgər ki, videonun sonuna qədər izlədinizsə, video sizə fayda verdisə, o zaman videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın və kanala abunə olmağı da unutmayın. Sağ olun uşaqlar.